Nazik saçlı xanımlar, saçınızın daha havalı, yəni daha obyomlu durmasını istəyirsinizsə, bu üsulu mütləq yoxlayın. Saçımızı yuduqdan sonra əlbəttə ki, ilk öncə istidən qoruyan spreylərdən istifadə edirik. Daha sonra saçımızı üzü aşağı şəkildə yarı quruduruq. Elə üzü aşağı şəkildə saçımızı elastik rezinlə boş şəkildə yığırıq. Çalışın çox dar yığmayasınız, sonra rezinin izi qalacaq. Əgər vaxtınız varsa, o şəkildə qurumasını gözləyin. Yox, əgər yoxdursa, bir qədər bu şəkildə gözlədikdən sonra saçınızı açaraq yenə üzü aşağı şəkildə ya hava feni ilə ya da daraqlı fenlə tam quruyana qədər darayın. Saçınızın tam quruduğuna əmin olduqdan sonra yenə də üzü aşağı şəkildə yığıb tam soyuyana qədər gözləyin. Hətta bəzən bunu axşamdan yuyub səhərə qədər də bu şəkildə yata bilərsiniz. İndi isə saçımızın ucuna forma veririk. İstəsəniz tam düz edin, istəsəniz dalğalar atın. Bu artıq sizin öz seçiminiz. Saçınıza istədiyiniz formanı verdikdən sonra sırf abyom üçün olan laklarla videoda gördüyünüz şəkildə aşağıdan yuxarıya doğru darayaraq daha havalı görüntü əldə edə bilərsiniz. Bu da nəticə. Daha uzun müddətli havalı görüntü istəyirsinizsə, axşam yatarkən də saçınızı tam yuxarıdan çox boş şəkildə yığıb yata bilərsiniz. Belə etdiyim zaman saçım düz bir sutka bu vəziyyətdə qalır.